Salam dostlar. Oturmuşdum və birdən yadıma düşdü ki, mən sizə bir hadisəni danışmamışam. Deməli, adıma necə fake hesab açılmışdı və cəmaətdən pul istənmişdi, bunu danışacağıq. Bildiyiniz kimi Bakı Dövlət Universitetində oxuyuram və imtahan ayıdır hazırda, imtahanlara hazırlaşırdım. Saat təxmini 1 falan olardı. Rəfiqəmlə biz həmişə görüntülü danışaraq imtahanlara hazırlaşırıq. Və mənim də Instagram bildirimlərim bağlı olur həmişə. Amma necə olubsa, təsadüfə baxın ki, priv hesabımın bildirimləri açıq qalıb və bir də gördüm ki, mənə bir mesaj gəldi. Və Tahirə Bağırzadə, eynən mənim adımda, sadəcə bir dənə axırda altdan xət var, sizi takip etmək istiyor. Bunu gördüm, şok oldum. Birincisi, çox altdan xətə fikir də vermədim. Dedim ki, mən öz hesabımdan özümə takip atmışam, haçdan eləmişəm, bəlkə bildirim gec gəlir, olur da Instada arada belə şeylər. Girdim, dedim, sonra şey oldum ki, yox, mən bu ilə takip edirdim axı özümü. Girdim, baxdım ki, bu mən deyiləm, amma mənəm. Mənim hesabımdır da, yəni bildiyiniz eynən mənim hesabımdır, biosu falan, nə bilim də hər şey, mənim şəkillərimi götürüb paylaşıb arsızca. Amma üstündə yazıb ki, hesab təzə açılıb. O dəqiqə dedim ki, bunu kim eləyib və bildiyiniz şok keçirdim və çox pis qorxdum. Bir də gördüm ki, mənə mesajlar gəlməyə başlayıb ki, Tahirə, bu sənin hesabındırmı, bu sənmi? Və bir qrup yoldaşım var, mənə mesaj göndərdi bir dənə ki, bunu mənə sənin hesabına, o hesabdan yazılıb, bu sənsənmi? Demək yazılıb ki, o mesajı indi buralarda, bu yerlərdə sizin üçün paylaşaram. Nə bilim, ay can, nə bilim nə, mən heç kəslə elə danışmıram da, ancaq çox yaxın olduğum insan, bu da hamıya eyni mesajı atıb. Bu qız dedi ki, mən oradan başa düşdüm ki, bu sən deyilsən. Buna bir-iki nəfər belə inanıb mənim ətrafımdan pul vermişlər. Bəzilərində, yəni elə deyim də, yəni nə tam çox, nə də çox az pul idi. O da necə olub? Kartlarının CV'sini bölüşüblər və təbii ki, mən buna çox məyus oldum mənim adımdan belə bir şey olunduğu üçün. Amma mən belə deyim ki, mənlik bir şey yox idi. Mən hər yerdə paylaşmışdım ki, bu hesab mənim deyil. Instada, Facebookda, nə bilim, WhatsApp qruplarını falan hər yerə göndərmişdim ki, bu hesab mənim deyil. Ban elədik və hesab bağlandı. Hətta bəzən düşündüm ki, belə deyim də, mənim hansısa bir tanışımdır, bəlkə məni uzaqdan uzağa tanıyan biridir. Sonra amma eyni mesaj yazısı ilə çox tanışının da başına gəldi bu hadisə. Oradan bildim ki, yox da, bunu sadəcə təzə moddur, belə deyək, Instada belə bir şeylər eləyirlər. Yəni deməyim odur ki, diqqətli olun, arada bir öz hesabınızın adını orada bir search edin, baxın, görün sizin adınıza başqa hesablar varmı, yoxmu? Heç nə bu qədər idi, bunu da sizinlə bölüşmək istədim. Sağ olun.